Qolçaq filmi 2021-ci ildə Əsgər Yusifinijad rejissorluğu ilə çəkilmiş və 2024-cü ildə geniş ictimaiyyətə təqdim olunmuşdu. Təəssüf ki, Yusifinijad filmin nümayişini görə bilmədən xərçəng səbəbilə vəfat etmişdir. Əsərinin tamaşaçıları ilə görüşünə şahidlik edə bilmədi. Qolçaq filmini Azərbaycan dilində çəkmiş və baş rollarda Təbrizli aktyorlar oynamışdı. Filmin zahiri sujeti toy mərasimi ətrafında cəryan edir. Hekayə insanların zahiri görünüşləri ilə gerçək simaları arasındakı fərqi üzə çıxarır. Film müəyyən şəraitlərdə, xüsusilə də şəxsi faydaları təhlükəyə düşdükdə insanların necə dəyişə biləcəyini və onların əsl simalarının necə üzə çıxdığını araşdırır. Axı mənə yalan deyə biləsən. Mənə yalan deyənlər 7 şəfənd sürüdü və ayıbı. Doğrudan buxsuz şişi bir şaya dəyməz. Nəyə vurdun bunları, hə? Sən istə. Mən istədim. Fəqət Eşqə xatir vurdum. Eşqimizə xatirdən. İstədin eşqi dadasan, hə? Odur bax eşq. Əl dad. Yusifinijad aktyorlarla işləməkdə ustad olsa da, Qolçaq filmində improvizasiya üçün geniş imkan yaratmışdı. Bu yanaşma filmin dramatik təsirini zəiflətmək əvəzinə onu daha real və həyatın içindən olan bir hekayəyə çevirmişdi.